MK'nin əsasları, ideal qaz qanunları bölməsinə başlayırıq. Başlayaq nisbi atom və molekul kütləsi maddə miqdarı mövzusundan test A-nın izahına. Aşağıdakı fiziki cəmiyyətlərdən hansının vahidi BC-də əsas vahiddir? BC-də əsas vahid olan maddə miqdarı, yəni molun vahididir. Molyar kütlənin vahidi hansıdır? Deməli, molyar kütlə nədir? 1 mol maddənin kütləsidir. Yəni, M nəyə bərabərdir? M0 Na. Buradan vahidini də çıxarsaq, kiloqram. Na-nın vahidi isə 1 moldur. Yəni, buradan tapırıq ki, molyar kütlənin vahidi kiloqram bölünsün mol B variantı olacaq. Maddə miqdarı hansı ifadə ilə təyin olunur? Maddə miqdarı isə maddənin mol miqdarını təyin edir də. Nü ilə işarə olunur. N bölünsün Na və yaxud M bölünsün M şəklində. Deməli, burada hansı verilib? Deməli, D variantında N bölünsün Na verilib. Baxaq 4-ə. 3 litr qazda 6 vur 10 üstü 20 molekul var. Deməli, V nəyə bərabərdir? 3 litr. O da 3 vurulsun 10 üstündə mənfi 3 metr kub şəklində yazaq. N də bərabərdir. 6 vur 10 üstündə 20 sayda molekul var. Konsentrasiyanı məndən soruşur. Konsentrasiya nəyə bərabərdir? N bölünsün V-yə. Deməli, 6 vurulsun 10 üstündə 20 bölünsün 3 vurulsun 10 üstündə mənfi 3. İxtisar getdi. Mənfi 3 də yuxarı müsbətlə qalxacaq. Olacaq 2 vurulsun 10 üstündə 23. Deməli, konsentrasiya bax buna bərabərdir. Molyar kütlə və nisbi atom kütləsi. Deməli, molyar kütlə nədir? 1 mol maddənin kütləsidir qeyd etdiyimiz kimi. Nisbi atom kütləsi isə M ilə işarə olunur. Deməli, maddənin maddənin bir atomunun və yaxud bir molekulunun kütləsinin karbon atomunun kütləsinin 12/1-nə deməli olan nisbətidir də. Necə yazırdıq bunu? M0 bölünsün 12/1 M karbon kütlə, yəni MC. Molyar kütlə isə deməli dediyimiz kimi 1 mol maddənin kütləsidir, yəni böyük M-lə işarə olunur. M bərabərdir M0 vurulsun Na. İndi baxaq, adsız cəmiyyətdir. Nisbi atom kütləsi adsız cəmiyyətdir. BC-də vahidi kiloqram bölü mol olan bu, əlbəttə, molyar kütləmizdir. Maddənin növündən asılı olan hər ikisidir. Maddənin 1 molunun kütləsi qeyd etdiyimiz kimi molyar kütlədir. Vermiş atom kütləsinin karbon atomun kütləsinin 12/1 olan nisbəsi isə nisbi atom kütləsidir. 5-də gedir bura. İndi gəlin baxaq bu məsələmizə. Manometrin aşağıdakı qeyd olunan göstəriciləri müəyyən edin. Ölçmə həddi. Ölçmə həddi, görürsünüz, bu da 16-dır. 16. 1 bar 100 kilopaskaldır. Onda olacaq 1600 kilopaskal. 2-yə baxsaq, qazın təzyiqi onu göstərir. Yəni olacaq 1000 kilopaskal. Burada 1 barı 100 kilopaskal veribsə, onda belə yaza bilərik. 100 özündən əvvəlki kiçiyi 0 çıxıb aralarındakı cizgilərin sayını böləcəm, olacaq 10. 10 kilopaskal mənim bir bölgümdür, xətam da onun yarısıdır, yəni 5 kilopaskal. Beyin həllərinə. Deməli, molyar kütləsi M, sıxlığı ρ olan maddənin konsentrasiyası hansı ifadə ilə təyin olur? Konsentrasiya nədir? N bərabərdir, böyük N bölünsün V. Gəlin, ρ bərabərdir M bölünsün V-dən. Bu V-ni əvəzləyək ρ ilə M-lə. Olacaq nə? M bölünsün ρ. Rho da qalxdı yuxarı. N rho bölünsün M. Düzdürmü? İndi gəl belə eləyək. Deməli, bu N-i çıxardıq aradan. Necə eləyə bilərik? N bölünsün Na bərabərdir M bölünsün M-ə. Gəl yazaq. Bax, bu N-i əvəzləyək. Olacaq M vurulsun Na rho bölünsün M vurulsun böyük M. M-lər ixtisar getdikdən sonra nə qalacaq? Na vurulsun ρ bölünsün M. Bu da harada verilib? ρ Na bölünsün M A variantında verilib. Cavab A variantı. 2-yə baxaq. 5 mol metan qazının CH4 kütləsi məndən soruşur. Nü nəyə bərabərdir? Kiçik M bölünsün böyük M. Buradan kiçik M-i tapsaq, nü vurulsun M. Yəni 5 vurulsun 16 qramdan soruşur elə. Cavab olacaq 80. B variantı.
Verilmiş qazın madde miqdarı 200% artarsa kütləsi nü nəyə bərabərdir? M bölünsün M. Nü M-dən düz asılıdır. 200% artmaq əvvəl 100 imiş, 200 də artıb olub 300. Yəni 3 dəfə artıb. Onda nü də 3 dəfə artacaq ondan düz mütənasib asılı olduğuna görə. 16 qram, kütləsi 16 qram olan metan qazında nə qədər karbon atomu var? Bunu necə həll edək? Burada madde miqdarının nünün iki düsturunu bərabərləşdirə bilərik. N bölünsün N-a bərabərdir, N bölünsün M. Məndən bu N-i soruşur. Bu N-i tapanda da nə edirəm? N vurulsun N-a bölünsün M-ə. Gəl yazaq. Kütlə qramla verib kiloqrama çevirməliyəm. Orada kiloqramlandır. Olacaq 16 vurulsun 10 üstündə mənfi 3. N-amız nə qədərdir? 6 vur 10 üstü 23. M isə 16 vur 10 üstü 3. İxtisar gedəndən sonra nə qalır? 6 vur 10 üstündə 23 qalır. Cavab da olur D variantı. Baxaq 5-ə. 90 mol oksigen qazı hansı həcmi tutur? Baxın, nünü verib 90 moldur. R'nu verib və M-i verib məndən V-ni soruşur. Nü nəyə bərabərdir? Nü bərabərdir M bölünsün M-ə. İndi bax bu kiçik M-i necə aradan çıxardaq? Nü nəyə bərabərdir? M bölünsün M-ə. Daha doğrusu Rho nəyə bərabərdir? Rho bərabərdir M bölünsün V-yə. Bax bu M-i gəlin burada əvəzləyək. M-i yenə yazaq. Rho V bölünsün M. Düzdürmü? Gəlin buradan V-ni tapaq. V-ni də tapanda nü vurulsun M bölünsün Rho. Nünün yerinə nə yaza bilərik? 90. Oksigen qazının deməli molar kütləsi 0,32. Rho da 1,44. Bunlar ixtisar getsə, burada qalacaq 45. 90 da 45-ə böləndə tapırıq 2 kub metr. Cavab olur A variantı. Baxaq 16-ya. 1,8 10 üstündə 23 sayda, yəni N-i verib 1,8 10 üstündə 23 sayda molekuldan ibarət olan etan qazının kütləsini məndən soruşur. Deməli, M-i verib, N-i verib. Yenə N bölünsün N-a bərabərdir M bölünsün M-ə. Buradan M-i tapaq. N vurulsun M bölünsün N-a. 1,8 10 üstündə 23 vur 30. Qramla istəyir, çevirmə etməyək. 30 bölünsün 6 vur 10 üstündə 23. Düzdürmü? Deməli, ixtisar getsə 0,3 qalır. 23-lər də 10 üstü 23-lər də ixtisar getsə neçə qalacaq? Qalacaq 0,3 vur 39. 9 qram. 7-yə baxaq. 3 vur 10 üstü 23 sayda N-i verib. Molekuldan ibarət suyun kütləsini məndən soruşur. Yenə eyni düsturları bərabərləşdirməklə tapa bilərəm. M bərabərdir, N vurulsun, M bölünsün N-aya. 3 vur 10 üstündə 23 vur 18. Cavabı da qramdan istəyir. Bölünsün 6 vurulsun 10 üstündə 23. İxtisar getdi. Burada 3 qaldı. 10 üstü 23-lərdə ixtisar getdi. 3 vur 3-dən də tapdım 9 qram. Suyun kütləsini tapdım ki 9 qram imiş. Tənliyi MK-nin əsasları difuziya Brown hərəkəti mövzusunun izahlarına baxaq. Manometr. Manometr qazların təzyiqini ölçür. Qazların təzyiqi manometrlər ölçülür. İdeal qazın təzyiqi. İdeal qazın təzyiqi baxaq. İdeal qazın təzyiqi P bərabərdir NKT ilə tapılacaqdır. Konsentrasiyada N bərabərdir. Böyüyən bölünsün V. Say olduğuna görə vahidi yoxdur. Həcm vahidi də kubmetr. Olacaq 1 bölünsün kubmetr. Cavab C variantı. 5-ə baxaq. Aşağıdakılardan hansı ifadə ideal qazın təzyiq düsturu deyil? 3/1 M0 V kvadratın orta qiyməti. Bu P bərabərdir. Bu ideal qazın deməli təzyiqidir. Bundan başqa 3/2 NYK-da eyni şəkildə bax 3-cü də P-nin düsturudur. Röntə bölüm. Sadəcə burada 4
yalnız A olacaq. Kiloqram böl mol. Kiloqram böl mol molyar kütlənin vahididir. 1 molunu maddənin 1 molunun kütləsidir. Təmasda olan müxtəlif maddə zərərçilərinin bir-birinə nüfuz etməsi bu difuziya hadisəsidir. Konsentrasiyası 10 üstündə 25, 4 vur 10 üstə 25 olan 5 kub metr qazdakı molekular sayı. Baxın, gəlin həll edək. N nəyə bərabərdir? Böyük N bölünsün V. Məndən N-i soruşur, böyük N. N də bərabərdir, kiçik N vurulsun V. Yəni 4 vur 10 üstündə 25 vurulsun 5. Olacaq 20. 10 üstündə 25. Bu da 2 vur 10 üstündə 26. C variantı. Baxaq 9-a. 3 mol suda hidrogen atomlarının sayı. N nəyə bərabərdir? N bölünsün NA-ya. Buradan da N nəyə bərabərdir? N vurulsun NA-ya. 3 vur 6 vur 10 üstündə 23. Bu da 18. 10 üstündə 23 edəcək. Cavab olur A variantı. Hidrogen atomlarının sayı deyir. Aha, suda H2 o da 2 dənədir. Ona görə 2-yə də vurmalıyım. Olacaq 18. 10 üstündə 23. Daha doğrusu 36. 10 üstündə 23 D variantı. Baxaq ona. 2 mol suda olan atomların sayını məndən soruşur. Deməli, N-ni verib 2 mol. NA-nı da verib. N-i məndən soruşur. N də N vurulsun NA-dır. 2 vur 6 vur 10 üstü 23. Deməli olacaq 12 vur 10 üstündə 23. Məndən sudakı atomların sayı. Su H2 odur. 2 dənə hidrogen, bir dənə oksigen var. Ona görə 3-ə də vuracam. Olacaq 36 10 üstündə 23. Cavab C variantı olacaq. Həcmin sabit qiymətində konsentrasiyanın N-dən asılığı. Həcm sabit isə konsentrasiya N-dən düzüm tənasib asılıdır. Baxaq 12-yə. Təmasda olan müxtəlif maddə molekullarının özbaşına qarışma hadisəsinə biz difuziya deyirik. Difuziya 3-dədir. Bu hadisə ona görə baş verir ki, bir maddənin nizamsız hərəkət edən molekullar digər maddə molekullar arasında boşluqlara nüfuz edir. Difuziyanın sürəti molekulların konsentrasiyasından və onun temperaturundan, temperatur 2-dədir, temperaturundan asılıdır. Maye və qazlarda asılı halda olan hissəciklərin hərəkəti Brown hərəkətidir və bu hərəkətin intensivliyi isə Brown hissəciyinin maddəsinin növündən asılıdır. 4-də gedəcək bura. Gedəcək B-nin izahlarına. Deməli, 88 qram olan karbon qazındakı molekulların sayı məndən soruşur. N bölü N bölü M bərabərdir. İndi məndən sayı soruşur. N bərabərdir. N vurulsun. M bölünsün böyük M. Gəlin qoyaq yerinə. N-amız nə qədərdir? 6 vur 10 üstə 23. Kütlə 88. Deməli, M də 44. İxtisar getdi. Burada 2 qaldı. 2-ni də vuranda olacaq 12 vur 10 üstündə 23. Cavab D variantı. 2 kub metr qazda 4 vur 10 üstündə 20 sayda molekul var. Qaz molekullarının konsentrasiyası məndən soruşur. N nəyə bərabərdir? Böyük N bölünsün V-yə. 4 vur 10 üstündə 20 bölünsün 2. Bu da verəcək mənə 2 vur 10 üstündə 20, yəni B variantını verəcək. 2 mol oksigen qazının kütləsi. N nəyə bərabərdir? M bölünsün M. Kütləni tapsaq, N vurulsun M. Düzdürmü? Deməli, 2 vurulsun 32. Bu da mənə nəyi verir? 64 qram. 28 qram azotda olan atomların sayını məndən soruşur. Deməli, olacaq M vurulsun NA bölünsün M.
N bərabərdir. Gəlin yazaq yerinə qoyaq. 28 kilogramı çevirək, onun üstü mənfi 3-ə vuraq. Vurulsun N-a. 6 vur, onun üstü 23. Böləkdə də 28, onun üstündə mənfi 3. İxtisar gedəndən sonra qaldı. Deməli, 4-də. 6 vur, onun üstündə 23. Mən N-i tapdım. Amma məndən N2-ni soruşur. Ona görə 2-yə də vuracam, cavab olacaq 12. 127 Selsi temperaturda və 100 kilopascal təzyiqdə həcmi 2,8 kubmetr olan balondakı qaz molekullarının sayını məndən soruşur. Baxın, P V nəyə bərabərdir? NKT-yə. Gəl buradan N-i tapaq. PV bölünsün KT-yə. Verilənləri qoyaq yerinə. P-nin yerinə 100 kilopascal 100 vurulsun, onun üstündə 3. V-nin yerinə 2,8. K-nın yerinə 1,4. Onun üstündə mənfi 23. T-nin yerinə də 127-ni Kelvinə çevirək də. 273 gəlməli üstünə olacaq 400. Kelvin vurulsun 400-ə. Düzdürmü? Gəl hesablayaq. Görək neçə eləyir. Deməli, bunlar ixtisar getsə, burada qalacaq 2. Olacaq 200, onun üstündə 3, bölünsün 400, onun üstündə mənfi 23. İxtisar getsə, burada qaldı 2. Deməli, olacaq 500. Yuxarı müsbətlə qalxacaq, olacaq. Onun üstü 23. Bu sıfırları da qatsaq bunun içərisinə olacaq 5 vur, onun üstündə 25. Yəni, D variantı. 6-ya. Sabit həcmdə və konstantdır. İdeal qazın temperaturunun artırılanda konsentrasiya N bölünsün V-dir. Ümumiyyətlə, konsentrasiya V ilə tərs asılı olmağına baxmayaraq, əgər V sabitdirsə, N də sabit qalmalıdır. Yəni, konsentrasiya dəyişməyəcək. Qazın təzyiqinə baxsaq, PV bərabərdir NKT-yə. V sabitdirsə, temperaturu artırıramsa, mənim təzyiqimdə ondan düz mütənasib asılı artacaq. Onsuz da bunlar sabit cəmiyyətdir. Yəni, cavab D variantı olacaq. Aşağıdakı ifadələrdən hansı və ya hansılar doğrudur? Gəl baxaq. Mütləq sıfır elə temperaturdur ki, bu temperaturda molekulların irəliləmə hərəkəti kəsilir, bəli. Temperatur cismin molekulların xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür. Bəli, bu da düzgün fikirdir. İstilik razılıqlarında maddələrin temperaturları eynidir. Üçün də düzgün fikir olacaq. Sabit təzyiqdə P konstantdır. Verilmiş kütləli M konstantdır. İdeal qazın mütləq temperaturu 5 dəfə artanda onun konsentrasiyası necə dəyişəcəkdir? Gəl baxaq. PV bərabərdir, qısa yazıram T-yə. P sabitdir. Düzdürmü? Mən V T ilə düz mütənasib asılıdır. Deməli, temperatur 5 dəfə azaldanda həcm də 5 dəfə azalacaq. N də nəyə bərabərdir? Böyük N bölünsün V. Əgər mənim həcmim 5 dəfə azalırsa, onda konsentrasiyam 5 dəfə artmış olacaq. Cavab A variantı. Brown hərəkəti üçün aşağıdakı ifadələrdən hansı və ya hansılar düzgündür? Gəl baxaq. Mühitin temperaturu artanda Brown hərəkəti intensivləşir. Bəli, Brown hərəkəti temperaturdan asılıdır. Brown hərəkətinin intensivliyi hissəciklərin ölçülərindən asılıdır. Bəli. Brown hərəkətinin intensivliyi maddənin qatılıq dərəcəsindən asılıdır. Brown hərəkətinin intensivliyi Brown hissəciklərinin maddəsinin növündən asılı deyil. Bəli. Deməli, ilk dəfə də Einstein verib, bəli. 5 ifadəmiz də düzgün olacaq. Cavab Y variantı. Sabit temperaturda molekulların konsentrasiyasının təzyiqdən asılılıq qrafiki hansıdır? P nəyə bərabərdir? NKT-yə. K da sabitdir. T sabitdirsə P N ilə düz asılıdır. N də P ilə düz asılıdır. Y variantı. Verilmiş kütləli. Deməli, ideal qaz üzərində gedən proseslərin qrafikləri verilmişdir. Hansı prosesdə konsentrasiya artır? Baxın, P nəyə bərabərdir? NKT-yə. Gəl birinci baxaq. 1-2 prosesinə. Yazaq. 1-2 prosesində P sabitdir. T nə olur? Azalır. T azalırsa, onda N ilə T yan yanada da tərs asılı. Onda N artacaq. Deməli, 1-2 prosesi düzdür. 1-2 prosesində konsentrasiya artır.
Gəl baxaq 1, 3 prosesinə. Yenə yazırıq. P bərabərdir N K T'yə. Baxın 1, 3 prosesində görürsünüz T sabitdir. T sabitdir, P artır. P artırsa ona uyğun olaraq N də artacaq. Çünki düz asılıdırlar. Bu da düzgündür. Cavab buradan görünür, amma gəlin yenə təhlil eləyək. İndi baxaq 1, 4 prosesinə. Yenə yazırıq. P bərabərdir N K T'yə. Baxın 1, 4 prosesində P sabitdir. T artır. T artırsa N ilə T yan yanadır. Onda N azalacaq. 1, 5 prosesinə baxsaq. 1, 5 P nəyə bərabərdir? N K T'yə. 1, 5 prosesində görürsünüz T sabitdir. T sabitdirsə, baxın görürsünüz P azalır. P azalır. P azaldığına görə N ondan düz asılı, o da azalacaq. Cavab 1, 2 və 1, 3 prosesləri, yəni D variantı. Baxaq 12-yə. İdeal qazın təzyiqinin orta kvadratik sürətdən asılı qrafiki verilmişdir. Məndən P2 böl P1 nisbətini soruşur. O da sabitdir. P nəyə bərabərdir? 3'də 1 rho V kvadratın orta qiyməti. Rho sabitdir. P V'nin kvadratı ilə düz asılıdır. Burada P2 böl P1 yazıramsa V2'nin kvadratı böl V1'in kvadratı yazmalıyam. Deməli V2 3 V0'dan mənə kvadratını istəyir. Olacaq 9 V0 kvadratı. V1 isə V0'dır. Onun kvadratı olacaq V0 kvadratı. İxtisar gedəndə nə qalır? Qalır 9. Yəni P2 böl P1 nisbəti olacaq 9 variantı.